Yeşaya 8-ci fəsil. İşarə. Maher şalal xaşbaz. Rəbb mənə belə dedi: böyük tumar götür və üstündə aydın hərflərlə Maher şalal xaşbaz yaz. Kahin Uriya ilə Yeverekiya oğlu Zəkəriyyəni özümə etibarlı şahid seçdim. Sonra mən peyğəmbər olan arvadımla yaxınlıq elədim və o hamilə olub bir oğlan doğdu. Rəbb mənə dedi: onun adını Maher şalal xaşbaz qoy. Çünki körpə anam atam deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq. Rəbb mənlə yenə danışıb belə dedi: bu xalq sakit axan Şiloah sularını rədd eləyib, Resinlə Remalyanın oğluna meyil saldıqlarına görə, mən Xudavənd Fəratın coşan qüdrətli sularını, Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm. Bu sular öz yataqlarından yuxarı qalxaraq, aşıb daşacaq. Bu sular Yahudanı basacaq, daşıb içindən keçəcək. Boğaza qədər çatacaq. Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmanuel. Ey xalqlar, pis işlər görün və qırılın. Ey yeryüzünün bütün uzaq ölkələri eşidin. Döyüşə hazırlaşın və qırılın. Bəli, döyüşə hazırlaşın və qırılın. Birlikdə məsləhətləşin, o boşa çıxacaq. İstədiyiniz qədər danışın, heç bir söz gerçək olmayacaq, çünki Allah bizləndir. Rəbbin öz xalqına xəbərdarlığı. Rəbb bu xalqın tutduğu yolla getməməyi söyləyərək məni qüdrətli əli ilə saxladı və belə xəbərdarlıq elədi. Bu xalqın sui-qəsd dediyi hər şeyə siz sui-qəsd deməyin. Onların qorxduqlarından qorxmayın, lərzəyə gəlməyin. Ordular Rəbbini müqəddəs sayın, ondan qorxun və lərzəyə gəlin. O müqəddəs məkan olacaq, amma İsrailin iki padşahlığına büdrəmə daşı və yıxma qayası, Yerusəlim sakinlərinə tələ və tor olacaq. Bir çoxları büdrüyüb yıxılacaq və qırılacaq. Tələyə düşüb əsir aparılacaq. Ya Rəbb, şagirdlərimin arasında şəhadətini qoruyub saxla, təlimini möhürlə. Yaqub nəslindən üzünü gizlədən Rəbbi gözləyəcəyəm. Ona ümid eləyəcəyəm. Mən və Rəbbim mənə verdiyi övladlar Sion dağında məskunlaşan ordular Rəbbinin İsraildəki rəmzləri və nişanələriyik. Sizə bəzi adamlar deyəndə ki, pıçıldayıb mırtıldayan cindarlarla, ruh çağıranlarla danışın, onlara belə cavab verin. Xalq öz Allahından məsləhət almamalıdırmı? Heç dirilər barəsində ölülərlə danışarlarmı? Allahın təliminə, şəhadətinə sarı dönün. Əgər onlar Allahın kəlamı ilə danışmasa, onlar üçün nur şəfəqi saçmayacaq. Onlar çarəsiz və ac qalaraq oradan keçəcəklər. Ac qalanda qəzəblənəcəklər, padşahlarını və özlərinin Allahını lənətləyəcəklər. Göyə də, yerə də baxsalar, əzabdan, qaranlıqdan, zülmətdən savayı heç bir şey görməyəcəklər. Qatı zülmətə atılacaqlar.